Xoş gördük, hörmətli izləyicilər, Azad media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Bir neçə gün bundan öncə mənə bir qrup Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvləri müraciət elədi. Müraciət ondan ibarət idi ki, dünya işığına həsrət qalan bu insanlar həm də mənzilsiz qalıblar və onların evlə təmin olunması üçün Cənab Ali Baş Komandan Prezidentimiz İlham Əliyev sərəncam verib və həmin sərəncama görə bu şəxslər qeydiyyata alınıb, mənzil hüquqlarının təmin olunması üçün onların ailə tərkibi öyrənilib. Məsələn, mən araşdırma apardım axtarış sistemində. Yasamal rayonu bu sahədə demək olar ki, öz siyahısını təqdim edib. 114 nəfər Yasamal rayonu ərazisində ev növbəsini gözləyən gözdən əlil var. Həmçinin Nərimanov rayon ərazisində ev gözləyən gözdən əlillər var. Amma bu demək deyil ki, Azərbaycanda və Bakı şəhərində yalnız bu iki rayonun ərazisində gözdən əlil var. Bu o deməkdir ki, bu iki rayonun icra hakimiyyəti öz vətəndaşlarına, əngəlli vətəndaşlarına diqqət və qayğını göstərib. Digərlərində isə mən bu siyahını, bu cədvəli tapa bilmədim. Hazırda onlar Azərbaycan dövlətindən, Azərbaycan Respublikasının prezidentindən, ombudsmandan və eləcə də əlaqədar digər təşkilatlardan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən kömək istəyirlər. Onlar nə istədiklərini gəlin onların öz dilindən eşidək ki, danışsınlar, nə baş verib, onlar nə istəyirlər və onların bu problemləri niyə indiyə qədər həll olunmuyor. Buyurun. Salam əleykum. Mənim adım Əliyev Namiq Qasimoğlu, birinci dərəcəli gözdən əliləm. Burada yığışmaqda məqsədimiz odur ki, gözdən əlillərin mənzil təminatıdır. Mənzil təminatı düzgün aparılmır. Yəni, prezidentimiz sağ olsun bizə 2021-in avqust ayının 16-sına qədər növbədə duran gözdən əlillərin mənzil təminatını dövlət qurumlarına tapşırıb, ancaq düzgün yerinə yetirmirlər. Bir otaq, iki otaq, üç otağı veriblər, üç otaq da qıraqdan verirlər, Sumqayıtdan verirlər, çətindir gözdən əlillər üçün. Bir otaq, iki otaq demək olar ki, 2023-dən, 24-dən bəri yoxdur, verilmir gözdən əlillərin mənzil təminatı. Dəfələrlə müraciət eləmişik, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə, Prezident Administrasiyasına. Bizdə gözləməyi təklif edirlər ki, gözləyin, bugün olacaq, sabah olacaq. Ancaq bunlar başa düşmür. Çünki gözdən əlillərin halını ancaq gözdən əlil özü başa düşə bilər. O ağır şəraitdə yaşayanlar başa düşə bilər. Yəni bu insanlar çoxu, hamısı ağır şəraitdə yaşayırlar. Qeyri-yaşayışdır, kirayələrdir, sonra yataqxanalardır. Yəni gəlin baxın, gedin baxın. Yəni görün necə əziyyət çəkirlər bu insanlar. Həssas kateqoriyadır. Deyirlər Qarabağ əlilləri şəhid ailələri. Bəli, Qarabağ əlilləri şəhid ailələri bizim başımızın tacıdır. Bəli, onlara verilməlidir. Biz demirik, ancaq bizlər də nəzərə alınmalıdır. Bizlər də nəzərə alınmalıyıq ki, gözdən əlillər də... Bununla bağlı harasa müraciətlər eləmişsiniz? Cavabları nə olub? Salam, eləmişik. Cavabları olub ki, gözləyin. Nə qədər müddəti gözləmək tövsiyə edirlər? Demirlər. Deyir ki, sizin siyahıda, sizdən verilir 492 S nömrəli qalarda Adil Əkbarov. Ayın 24-ü biz olmuşdur Sosial Xidmətlər Agentliyində. Adil Əkbarov bizə dedi ki, Adil Əkbarov, oranın işçisi bizə dedi ki, sizin qərarda 492 S nömrəli qərarda vaxt göstərilməyib ki, nə vaxta qədər siz evlə təmin olunmalısınız. Belə çıxır ki, bu vaxtı nə qədər istəsə uzada bilərlər. Bunların sözündən belə çıxır. Ona görə biz öz etirazımızı bildiririk bu məsələ ilə bağlı. Burada gəlməkdə məqsədimiz odur Gözdən Əlillər Cəmiyyətinə ki, Simbər Abdullayev bizim hüquqlarımızı qorumur. Əksi olaraq tapdıyır. Heç bir iş görmür. Gedib bizim adımızdan dövlətə məsələn hüquqlarımızı qorumur ki, bu gözdən əlillərin vəziyyəti çətindir. Bunlara evlə təmin olunmalıdır. Niyə evlə təmin eləmirsiniz? Yəni biz sədr seçilib də bizim üçün bu. Gözdən Simbər Abdullayev. Amma heç bir iş görmür. Ancaq yeyib talamaqla məşğuldur belə baxanda. Yəni gözdən əlillərin haqqını, sonra biz bunu da bildirmək istəyirik. Yəni bu mənzil 75 mənzil vardı Nərimanovda. Onu da yəni ki hardadır, necədir bilinmir. Heç bir söz demir, məlumat vermir. İndi satıb, satmayıb deyə bilmərik. Yəni mən bildiyimə görə satıb. Hamısını gözdən əlil, başqa gözdən əlil vətəndaşlara pulu ilə. Sonra bu məsələ öz həllini tapsa, 492 S nömrəli qərar öz həllini tapsa, 2021-dən sonra duranlar da mənzillə təmin olunmağa başlayacaq. Çünki onların da dərdi. Sonra Azərbaycan bölgələri, gözdən əlillər Azərbaycan bölgələrində də var. Tək Bakı, Sumqayıt, Abşeron deyil. Bölgələrdə də məsələn gözdən əlillər var ki, onlar da ev şəraitləri çox pisdir. Onlar da mənzillə təmin olunmalıdırlar. Bu 492 S nömrəli qərarı bunlar icra eləmir ki, tam ki.
Bu birisi məsələlər də öz həllini tapsın. Bizim də istədiyimiz yəni budur. Çox sağ olun. Biz də Təşəkkür prezidentdən edirəm. xahiş edirik ki, bu məsələni həll eləsin. Mehdiyə Zamiq. Mən də 16 ildir mənzil növbəsindəyəm. Gözdən Əllər Cəmiyyətinin üzvüyəm. Mən onu deyə bilərəm ki, yəni bütün bu gözdən əllərin bugünə qədər mənzillə təmin olunmamasının başlıca səbəbkarı Səmiyar Abdullayevdir. Səmiyar Abdullayev 24 ildir cəmiyyətimizin sədri olmasına baxmayaraq gözdən əllərin heç bir problemi ilə məşğul olmur. Əksinə öz cibini doldurmaqla, öz sərvətini artırmaqla məşğuldur. Cəmiyyətin deməli obyektlərini talamaqla məşğul olub. Nə vaxta gəlirik ki, onun yanına ki, bizim problemlərlə bağlı bizi dinləsin. Ya onu tapmırıq, ya tapanda da yalandan vədlər verib qaçıb gedir. Yəni bizi dinləmək istəmir. Ona görə mənim tələbim yəni odur ki, Səmiyar Abdullayevlə bağlı ümumiyyətcə dövlət səviyyəsində bir tədbir görülsün. Düzdür, ictimai birlik olsa da hər halda qeydiyyatdan keçmiş bir birlikdir. Ədliyyə Nazirliyi Siz də həmin birliyin Biz üzvlərisiniz. də həmin birliyin üzvüyük. Amma onu bildirək ki, yəni Səmiyar Abdullayev qeyri-qanuni olaraq cəmiyyətə rəhbərlik edir. Yəni onun cəmiyyət üzvləri tərəfindən seçilməyib. Bununla bağlı dəfələrlə müraciət eləmiş Ədliyyə Nazirliyinə, amma heç bir tədbir görülmür. Bir də ki, yəni Səmiyar Abdullayev deyir ki, dəfələrlə müsahibəsində deyib ki, mənim cəmiyyət üzvləri qarşısında heç bir mənzil öhdəliyim yoxdur ki, mən mənzillə təmin eləməliyəm. Halbuki cəmiyyətə məxsus olan torpaqları satıb, onun yerində binalar tikilib. Yəni Səmiyar Abdullayevlə deyək ki, hansısa bir MNC arasında müqavilə bağlanıb və o müqavilə əsasında mənzillər verilir, lakin o mənzillər satılır. Deyək ki, mən 2010-cu ildən mənzil növbəsindəyəm. Məndən 3 il, 5 il sonra, 10 il sonra növbəyə dayanan insanlar pul verib, hətta ikinci, üçüncü dəfə ev alanlar var. Yəni bununla bağlı biz dəfələrlə korrupsiya ilə mübarizə idarəsinə, prokurorluğa müraciət eləmişik. İndi onunla bağlı məhkəməyə də biz vermişik ki, bu araşdırılsın ki, bu qədər qanun pozuntularına niyə göz yumulur, niyə bir tədbir görülmür. Cənab Prezidentdən biz xahiş edirik ki, səsimizə səs versin, bizim ancaq problemimizi Cənab Prezident həll edə bilər. Təşəkkür ederim. Mən Ruslan Orucov, Sabunçu rayon sakini, 1-ci qrup gözlənildi 2003-cü ildən. Yəni müraciətim budur ki, mən də hardasa 16 ildir ki, mən öz evimdə yaşamıram, evim yoxdur. Çətinliklə bağlı, yəni müraciət edirəm ki, mən də hal-hazırda əlində sərəncam ola evlə təmin olunmuram. Ona görə xahiş edirəm prezidentimizdən, səlahiyyətli şəxslərdən ki, bizə kömək eləsinlər. Yəni Səmiyar kimi bəzi rəhbərlər, hansısa bir qurumun rəhbərləri, yəni bizə bu yolda çətinliyi törədirlər. Yəni xahiş olunur, prezidentimizdən xahiş edirəm ki, bu yolda bizə kömək eləsin. Yəni ki, bu qədər. Sağ olun. Məmmədli Əşrəf Haşimoğlu, anadan gəlmə 1994-cü ildən gözlənilən. Bizim problemimiz nədir? Sosial Xidmətlər Agentliyi və Gözlənililər Cəmiyyəti mənzil təminatını həyata keçirmir. Sosial Xidmətlər Agentliyi qeyri-müəyyən vaxtacan deyir. Amma Gözlənililər Cəmiyyəti balansında mənzil növbəsi prinsipini pozur. Yəni mən 2013-dən durmuşam, məndən sonra növbəyə duran şəxslər mənzillə təmin olunub. Bu ilə bağlı səs yazıları da var, materiallar da var. Gülnaz xanım, sizə də təqdim edəcəm bunu. Bizim istəyimiz odur ki, mənzil təminatı ilə bağlı cənab prezidentə səsimizi çatdırasınız. Prezidentin dediyi kimi, məmur özbaşınalıqları haqqında siqnal verin mənə deyib prezident. Biz də istəyirik bu siqnalı verək ki, ən azı məsələmiz, problemimiz həll olunsun. Çünki qurumlar bir-birinin üstünə atır, vaxt da gedir. Mən məsələn növbəyə duranda mənim 19 yaşım var idi, indi 32 yaşım var. Hətta 2012, 2008, hətta 93-cü ildən növbədə olub mənzillə təmin olunmayan dostlarımız var, 33 ildir. Yəni müəyyən bir yerlərdə bizim sizdən bir dənə xahişimiz odur ki, səsimizi cənab prezident İlham Əliyevə çatdırasınız. Umbayev Akşin ağayla oğlum, mən də dostlarımız kimi deməli mənzil təminatı ilə bağlı yaxınlaşmışıq bura. Lakin yaxınlaşmamıza baxmayaraq heç bir qurumdan səsimizə səs verən yoxdur. 2021 avqustun 16-sına kimi imzalanmış qərar
hələ də həyata keçirilmədiyindən biz 2021-dən sonra durmuşuq, amma dostlarımıza evin verilməsi reallaşdırılmayıb deyə bizim də hələ ki problemimiz tamamilə aktual olmur. Çünki dostlarımız evlə təmin olunandan sonra bizim növbə prinsipindən sərəncamımız imzalanacaqdır. Və mən də müşfiqdən gəlmişəm. İnanın ki, yəni yaşamaq çox çətindir. Həqiqətən buradakı dostlarımızın hər biri kimi mən də istəyirəm ki, səsimiz prezidentimizə çalsın və bizə köməklik olunsun inşallah. Təşəkkür edirəm. Mən Əliyeva Mələkə Şamil qızı 2011-ci ildən mənzil növbəsindəyəm. Neçə illərdir cəmiyyətimizə müraciət edirik, cəmiyyətimizin sədri Səmiyar Abdullayeva müraciət edirik. Deməli, bizim cəmiyyətimizdə gözdən əllərə məxsus torpaqlar verilmişdi ki, demək bizim mənzil şəraitimiz yaxşılaşdırılmaq məqsədi ilə verilmişdi. Ancaq Səmiyar Abdullayev bu torpaqları sanki öz mülkü kimi sərbəst şəkildə satır və Sevinç MMC ilə bir də torpağın bəzi hissələrində Sevinç MMC ilə müqavilə bağlayıb mənzillər tikib satır və bizi kimi insanlar çox çətin şəraitdə, acınacaqlı şəraitdə yaşayırıq. Bizi mənzillə təmin eləmir. Müraciət edəndə də deyir ki, siz aşağı təbəqənin insanlarısınız. Sizin imkanınız yoxdur o evləri almağa. Yəni o rüşvəti verməyə sizin imkanınız olsaydı, yəni siz də alardınız, yaşayardınız. Sizin imkanınız yoxdur. Siz aşağı təbəqəli insanlarsınız. Üzümüzə bu sözləri bizə deyir. Yəni çəkilişlərdə də var. Özünüz də şahid ola bilərsiniz. Yəni biz prezidentimizdən xahiş edirik, cənab prezidentimizdən. Şəxsən özü nəzarət eləsin. Bu özbaşınalıqlar aradan qaldırılsın. Bu dələduzluqlara göz yumulmasın. Biz nə qədər əzab-əziyyət çəkməliyik, nə qədər acınacaqlı şəraitlərdə yaşamalıyıq. Komissiya təşkil olunsun, yaşayışımıza baxılsın. Biz nə dərəcədə düz deyirik, nə dərəcədə səhv deyirik. Yəni baxılsın. Bizim dövlətimizin əlində yəni bu araşdırmalar heç nədir. Yəni bir günün içində araşdıra bilərlər. Araşdırsınlar, baxsınlar ki, yəni biz nə qədər həqiqət deyirik. Yəni bizim həqiqətimizi üzə çıxartsınlar. Səsimiz prezidentimizə çatsın. Sizdən də çox təşəkkür edirik ki, yəni gəlib işıqlandırırsınız heç olmasa bizim problemlərimizi ki, prezidentimizə çatsın səsimiz. Çox təşəkkür edirik. Allah sizdən də razı olsun. Çox sağ olun. Mən Əliyev Ceyhun, 1-ci qrup gözdən əliləm. Qeyri-yaşayış yerində yaşayırıq hal-hazırda. Çox bərbad vəziyyətdədir. Komissiya göndərələr bilərlər, baxsınlar. Cənab prezidentimə də mənim sözüm. Cənab prezidentdən xahiş edirəm ki, bütün bizim gözdən əlillərimizi incidirlər. Sosial Nazirliyində də incidirlər, hər yerdə incidirlər. Bir dənə prezidentimdən xahişim odur ki, özü bizə nəzər salsın. Mən Həsənova Bircəgül, birinci qrup ömrü gözdən əlil, Həsən İbrahimin mamasıyam. 2019-cu ildə cənab prezident tərəfindən oğluma ev təsdiqlənib. 21-ci ilin 21-ci ilin dekabrın 9-da bizi Sosial Xidmətlər Agentliyindən çağırdılar ki, 2 otaqlıya İbrahim təsdiq olunsun. O ildən nə qədər keçməyinə baxmayaraq 7-ci ilə keçib İbrahimə o evi təsdiqləyəndə 35 yaşı var idi. İndi İbrahimin 42 yaşı olub da. Ailəli deyil. Ailəli deyil. Qızımın da 2-ci qrup gözdən əlildir. Yoldaşı rəhmətə gedib. Bir yerdə qaldıq. Özünüz də başa düşürsünüz ki, necə çətindir bir yerdə. Cənab prezident, sizdən artıq dərəcədə xahiş edirəm. Analar anası Mehriban xanım, bir dənə bizə köməklik eləyəsiniz. Neçə illərdir mənim oğlumun sizin imzaladığınız, təsdiqlədiyiniz şey. Danışın. Çox həyəcanlısınız. Buyurun. Çox istəndim. Xahiş edirəm bizə bir köməklik eləsinlər prezident tərəfindən. Bayaq həyəcan keçirdim. Mən Rəhimova Pəri, 1-ci qrup gözdən əlil. Mən 2021-in avqustun 16-sından sonra ev növbəsinin sərəncamının yenilənməsi ilə bağlı cənab prezidentimizdən xahiş edirəm ki, 2021-ci ilin avqustun 16-sına qədər duranların ev növbəsini təmin edəndən sonra sərəncamının yenilənməsi ilə bağlı xahiş edirik
və mən yoldaşım da 1-ci qrup gözdən əlildir və körpə övladımızla kirayədə yaşayırıq. Ağır vəziyyətdə, çətin vəziyyətdə, nə heç bir yəni şəraiti də yox bir vəziyyətdə yaşayırıq. Xahiş edirəm prezidentimizdən ki, səsimizə səs versin və bizi də nəzərə alsınlar. Mən Mansur Rəhimov, 1-ci qrup gözdən əlil, Qaradağ rayonu Ələt qəsəbəsində yaşayıram, kirayədə yaşayıram, yoldaşım qeyd elədi. Biz də cənab prezidentimizdən xahiş edirik ki, 2021-in avqust ayının 16-sından sonra növbəyə dayanan gözdən əlillərə də dəstək olsun, kömək olsun, sərəncam yenilənsin. Bizlər də mənzillə təmin olunaq. Çünki şəraitimiz çox ağırdır. Kirayədə yaşayırıq, öhdəmizdə körpə uşağımız var. Dəfələrlə cəmiyyət sədrinə yaxınlaşmışıq, gəlmişik, demişik vəziyyətimizi. Gedin, kömək eləyəcəm, narahat olmayın, belə yola verib bizi. Gördüyünüz kimi bu vəziyyətdəyik. Mən Fərhadov Bəxtiyar Sərhadoğlu, gözdən 1-ci qrup əliləm. Mənim həyat yoldaşım da, az yaşlı evladım da gözdən əlildir. Mən buradan cənab prezidentə xahiş edirəm ki, mən dəfələrlə bütün dövlət qurumlara şikayət eləsəm də gözdən əlillər cəmiyyətinin sədri Səmiyar Abdullayev bizim olan haqqımızı pulla olaraq başqa şəxslərə satır. Səmiyar Abdullayevə ev istəyəndə deyir ki, öhdəliyim yoxdur, yəni ev vermək kimi. Amma bugün bizim olan haqqımız, bizim olan torpaqlarımızı Səmiyar Abdullayev satır, dağıdır milyonlara, mənimsənilir. Amma heç bir dövlət orqanları təəssüf olsun ki, bu məsələyə bağlı heç bir araşdırma aparmır. Mən xahiş edirəm ki, cənab prezident, siz birbaşa öz nəzarətinizə götürürsəniz, bu bizim hər bir gözdən əlillərimiz mənzildən təmin olunlar. Öncədən Mən də İsmailov İlhamın anasıyam. İlham gözdən əlildir ömürlü, həm də iflic xəstəsi, pastel xəstəsi. Biz də ev növbəsindəyik. Prezidentimizdən xahiş edirəm. Bizi evlə təmin eləsinlər, bizim işimizə baxılsın. Təşəkkür edirəm. Mən indi qarşı tərəf olaraq Azərbaycan Gözdən Əlillər İctimai Birliyinin sədrinə müraciət eləyəcəm. Onun da münasibətini öyrənəcəm. Daha sonra isə reportajımı bitirəcəm. Salam xanım, xoş gördük. Səmiyar müəllim buradadırmı? Yox, gəldik, çıxdıq. Gec mi gələn xanım? Hə. Bilmirəm gələn. Xanım, bax bu gözdən əlillər sizin cəmiyyətdən narazıdırlar, narazı olanlardılar. Və onlar ev növbələrinə, onlara ev verilməsi ilə bağlı etirazlarını bildirirlər. Bildirirlər ki, gözlər, lütfən adama deyin, sakit olsun sizə. Onlar bildirirlər ki, gözdən əlillərə veriləcək evlər başqalarına verilib və ya uzun illərdir növbələrdə olmalarına baxmayaraq, onlardan sonra növbəyə duran adamlara ev verilib, amma onlara mənzil verilməyib. Xanım, mən başa düşürəm, mən o işləri bilmərəm. Məsələyə siz münasibət bildirə bilmərsiniz. Burada vəzifəniz nədir xanım? Mən katibəyəm. Köməkçisiniz. Təşəkkür edirəm xanım. Təşəkkür edirəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, mən qarşı tərəf olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmiyar müəlliminin də münasibətini öyrənmək istəyirdim, lakin köməkçisi bildirdi ki, hazırda burada yoxdur. Çünki biz gələndə qapı açıq idi, həmən qapını örtdülər. Yəqin arxa qapı var, oradan getdi. Ümumiyyətlə, Azərbaycanda əlillərə münasibət dövlət səviyyəsində həmişə yaxşı olub. Onların problemləri, onların işlə təmin olunması, əlillik problemləri və ya əlillik problemi ilə bağlı alacaqları dərəcələr, bununla bağlı hər zaman dövlət gözdən əlillərə, anadan gəlmə əlilliyi olan əngəlli insanlara həmişə yardım olub. Mən bu insanların problemi yaradan, bu insanları problem yaşadan insanlara demək istəyirəm ki, bircə gün gözünüzə skoç vurun, görməyin və çıxın şəhərə, görün onların nə çəkdiyini, bircə gün yox, bir saat, yaxşı, bircə saat
gözünüzə skoç vurun və onlar kimi şəhərdə gəzin və onların nə yaşadıklarını hiss eləyəcəksiniz. İnsanlar Allah bu cür istəyib, yəni onlar anadan gəlmə gözdən əlillərdilər. Bəlkə hələ sonradan gözdən əlil olanlarımız var. Müharibədə mən çox görmüşəm qəlpədən gözünü itirən əskərlərimizi. Amma bu insanlar üçün cənab prezident 492 C dediniz deyəsən. S. Sərəncam var ki, o sərəncama əsasən bu insanların hamısı mənzillə təmin olunmalıdır. Mənim yadımdadır Sovet dövründə bu adamlar həm məktəblə təmin olurlar. O zaman yadımdadır bizdə paralel tarix fakültəsində oxuyan gözdən əlil uşaqlar vardı. Oxuyurdular ki, gözdən əlillər də maariflənsin, təhsil alsın, ən azı müəllim kimi dərs desin və ya istədikləri peşəyə sahib olsunlar. Onlara iş yerləri yaradılırdı ki, onlar yaxşı yaşaya bilsinlər. Bildiyim qədərilə əvvəllər Nərimanov metrosundan biraz yuxarıda onların qəsəbə şəhərciyi var idi ki, bu şəhərcikdə yalnız gözdən əngəlli insanlar yaşayırdılar. Bu adamların görürsünüz, əksəriyyəti deyir ki, neçə yaşı var, ailəsi yoxdur. Çünki onların evi yoxdur. Adətən mənim bir müəllimim var idi, gözdən əlil idi və gözdən əngəllilər cəmiyyətinin o zaman hardasa 90 neçənci ilə qədər sədri idi və bizə dərs demişdi. İnanın ki, o qədər gözəl insan idi, o qədər intellektli insan idi ki, və həmişə deyirdi ki, gözdən əlilin gözü onun övladıdır. Gözdən əlilin evladı ona görə indi yoxdur ki, onun evi yoxdur. Evi olmalıdır ki, onun ailəsi olsun, onun övladları olsun, onun əlindən tutan, onun çəliyi olan insanlar olsun. Onun dünyaya övladının gözü ilə baxa bilsin. Bax, indi günəş çıxıb, onlar bu günəşin şüalarını görmürlər. Onu istiliyi ilə hiss eləyirlər ki, hava istidir, deməli günəş çıxıb. Amma sizə Allah hər şey verib. Gözdə verib, qulaqda verib, qulağınızı da yummusunuz, gözünüzü də yummusunuz. Biraz Allahdan qorxun. Ən azından dövlətin bu insanlar üçün ayırdığı hansı, deyək ki, lüğotlar var, hansı imtiyazlar var ki, o imtiyazlarla onları təmin edin. Biz sizə demirik ki, dövlətin malını mənimsəyib, tikdirdiyiniz villaları verin onlara. Yox, belə demirik. Biz deyirik ki, cənab prezidentin onlar üçün ayırdığı imtiyazları, onlar üçün verdiyi sərəncamları həyata keçirdin ki, onların evi olsun. Onlar bir ayrı, heç bir şey istəmirlər əlavə. Demirlər ki, bizim gözümüzü əməliyyat edin, bizə dünya işığını verin, biz də dünya işığına baxaq, demirlər onu. İnsanın ən böyük əngəlliliyi heç onun eşitməməyi də deyil, görməməyidir. Eşitməyən insan ən azından görür və səni nəyinsə başa salır. Yazır, göstərir. Əngəllilərin isə oxumağı üçün də xüsusi kitablar var, xüsusi dəftərlər var ki, onu da yalnız o əlifbanı bilən adamlar oxuyub onları anlaya bilər. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə. Paylaşın və abunə olun ki, Azərbaycanda gözdən əngəlli insanların başına gətirilənlərdən, imtiyazlarından, onlara göstərilən diqqət və qayğıdan və ya əksinə yaradılan problemlərdən məhz bizdən Azad Media TV olaraq xəbər tuta biləsiniz. Paylaşın və abunə olun ki, daha çox insan Azərbaycanda gözdən əlillərin hansı problemləri yaşadıklarını məhz bizdən öyrənsin. Və bəlkə də Azərbaycanda mən bir neçə reportajımda olub belə hallar ki, çox imkanlı adamlar olub ki, onlar bu cür adamların problemlərini, şəxsi vəsaitləri hesabına həyata keçirdiblər. Təşəkkür edirəm hər birinizə bizi izlədiyinizə görə.